Salam, hörmətli izləyicilər, axşamınız xeyir olsun. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı. Bax, belə gözəl, yaraşıqlı ev 138 min manatadır. Bax, bu ev 5 otaqlı evdir. Aşağıda qonaq otağıdır, mətbəxdir. Bir dənə bax, belə bir əlavə otaqdır. Yuxarıda da 3 dənə yataq otağı. Ümumilikdə 5 otaqlı ev 138 min manatadır. Yerləşdiyi ərazidə bilirsiniz aradır. İnternetin kuruğu var, panoraman kuruğu. Panoraman kuruğundan biraz duz yoluna tərəf gələn kimi sola dönürsünüz. Məşhur küçədir, səliqə səhmanlı küçədir, yolu da rahatdır. Marşruta da yaxınlığı var buradan. Torpağının da çıxarşı ilə satılır. Torpağın çıxarşı ilə satılır, 138 mindən də ev sahibi özü endirim eləyəcək. Deməli, çəkilişdən qabaq 15-20 dəqiqədə biz ancaq evlə tanış oluruq. Yəni, ev sahibi özü bunu çox diqqətlə, hər şey yerli yerində, ona görə izah edəm ki, yerli yerində tikib, hər şeydə nəzərə alınıb. Fərqli bir proyektdir. Gələndə inşallah mən bu izah eləməyim tam bilib bilməyəcəksiniz. Mütləq gəlib bunu yerində, bu evi özünüz araşdırıb görməlisiniz. Yüksək keyfiyyətlə tikilib, 1 ilə 2-nin arası monolitdir, yeri parketdir. Bax, bu yeri var, polo. Görürsünüz, bura parket. Necə parket idi? Palıd 1-ci sot parketdir, yeri. Bu gördüyünüz pləkan betonla tökülmüş pləkandır. Təkcə üstünün bu apşıfqasına nə qədər xərcli çıxıb? Görülüş ağacından düzəldilib 6-7 min manat tək pləkanına pul xərclənilib. Yəni, bunları nəyə görə deyirəm? Bu fərqli bir evdir. Gəlib mütləq bu evə baxıb, qapıdan içəri girən kimi bu evi bəyənəcəksiniz. Çünki bunun burası niyə belə oldu, orası niyə elə oldu, burada yoxdur bu evdə. Qardaş sağ olsun, əlləri qolları var olsun, hansı ustalarsa bunu tikib, ev sahibinin özü də sağ olsunlar. Bax, belə bir işi ərsəyə gətiriblər. Çox səliqə səhmanlı evdir. Adi 80 radiatorlarına baxın da, bilirsiniz bunlar. Bunların obası ucuz olanlarından da var. Üstünün bax belə olmağı, bunlar biraz bahalılardandır. Buna qədər izah edirəm, görəsiniz. Bu gördüyümüz qapıdan içəri girir. Bax, bu qapı var ha. Bu qapı evin qapısıdır. Sadəcə burada belə bir ayaqqabı soyulmaq üçün yeri var. Görürsünüz, burada istip oldu. Bax, hal-hazırda durduğum bu yer istip oldu. Burada bir seyfli qapı da var. Bu qapıdan girib burada ayaqqabıları soyulandan sonra daxil olursunuz evə. Bütün o ev mərtəbələrin, kulçatları, hamısı atlerini ayrılıb. Buradan daxil oluruq evin içərisinə. Buranı nə kimi nəzərdə tutmuşsunuz? İstirahət otağı kimi nəzərdə tutublar. İstirahət otağı kimi. Çünki mətbəxlə üzbəyizdir bura. Sadəcə burada, məsələn, bu mətbəxi göstərəm, sonra qonaq otağını göstərəcəm. Bax, burada belə bir mətbəxdə görürsünüz. Tam hazır, yaşayışa tam hazır olan bir mətbəxdir. Baxın. Çox qəşəng səliqə səhmanlı bir mətbəxi var. Qoşadaş, Qurqavoy qoşadaşdır. Qoy birinci bunu deyim. Qurqavoy qoşadaşdır, yeri də monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Mütləq bunları gəlib yerində görəcəksiniz. Ev sahibi özü bir-bir bunları sizə izah eləyəcək. Patagoniklərə qədər mərmərdir, karesli pəncərələrdir, dəmir rəşotkalarına qədər qoyulub. Evimizin həyətdən göstərində onları da baxıb görəcəksiniz. Bilirsiniz də, mətbəx mebelidir, kombi, radiator evin içərisində qalır. Mətbəxdə TV-stentin yerinə qədər qoyulub. Aboyların, qapıların, bunları demirəm, bunlar hamısı yüksək keyfiyyətlə tikilib ərsəyə gəlmiş materiallar da hamısı bahalı avadanlıqlardan istifadə olunub. Bayaq otaqda nə var? Bax, bir dənə də belə qonaq otağı var. Burada qonaq otağıdır da. Abedin otağıdır, bura qonaq otağı. Aha, belə, yəni qonaq otağı kimi istifadə olunur. Burası hal-hazırda burada yaşamadıqlarına görə bura boşdur. Yəni yay vaxtı burada oturub yeməklərini yeyirlər. Buradan da qonaq otağı kimi istifadə edirdiniz. Düzdür? Burada da birinci mərtəbənin hamam tualetidir. Burada necədir? Bax, sanitar qovşağı. Qapını açılandan sonra bura gəlin. 2 dənə qapı var. Biri ayaq yolunun qapısıdır, biri də sanitariyanın qapısıdır, hamamın qapısıdır. Ayaq yolunda, bax, zəhmət olmasa buradan göstərən, kombini də bura qoyublar. Bax, şüşənin içində kollektor sistemi ilə çəkilmiş kombinin xəttləri var. Baxın, bax, kollektor sistemi ilə çəkilir, görürsünüz. Burada da kombisidir, burada da yəni ayaq yolu kimi burada istifadə olunur. Buradan əlavə, bura hamamdır. Buranı da bir dənə göstərək. Bax, burada da belə demək olar ki, tam yaşayışa hazır vəziyyətdədir. Çünki ailə hal-hazırda evdə yaşayır. Yəni, bu evdə hər şey öz qaydasındadır. Burada yoxdur. Mütləq gəlin bu evə baxın. 138 min manatadır. Saray qəsəbəsində internetin kuruğu var. Panoraman kuruğundan Duz yoluna tərəf gələn yolda. Necə? Hə, fırlan. Oradan da bir dənə çəkin, burada görsənsiniz. Bax, evin bu ümumi bir dənə baxın bu sahə ərazini göstərəksə, sonra qalxarıq 2-ci mərtəbəyə. Bax, belə. Deməli, bu sanitar qovşağının qapısıdır. Bu qapı açılandan sonra ikisi də atleinidir. Bu qonaq otağıdır, bu mətbəxdir, bu da istirahət otağı kimi nəzərdə tutulub pləkan olan yerdə. Bax belə. İndi buradan
Həmən bu göyəş ağacı ilə olan pilləkənlərlə, bu göyəş ağacıdır, bu amma MDF-dir. Yaxınlaşaq, zəhmət olsa qalxaq şu ikinci mərtəbəyə. Pilləkənin lüstrini də göstərin. Buradan qalxırıq ikinci mərtəbəyə. Bax, buradan qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbənin polu, demək, üstü laminatdır, bahalı laminatlardan. Bax, belə baxanda görəcəksiniz. Altında da ki, qanunlu poldur. Burada da 3 dənə yataq otağıdır. Yataq otaqlarını göstərək. Məsələn, bax, bir dənə bu. Bəli, bura böyük yataq otağıdır. Bura neçə kvadrat olar? 5-in 3,5-adır. Bu böyük yataq otağıdır, bax bu. Amma çox səliqə səhmanlı təmir olunmuş evdir. 138 mindən mütləq indirim eləyəcək ev sahibi özü. Hələ siz gəlin evə baxın. Bir yataq otağı. Bu, növbəti yataq otağıdır. Buranı da göstərək. Bu, uşaq yataq otağı kimi nəzərdə tutulub. Burada da bir yataq otağıdır. Hə, burada uşaq yataq otağı, bəli, bildim. Deməli, ümumilikdə 5 otaqdır. Buradan balkona çıxmaq üçün də yer var. Bax, buradan balkona çıxmaq üçün də yer var. Biz indi həyətdən baxıb çəkiliş eləyəndə burada paltarlar var. Həyətdən çəkiliş eləyəndə onların hamısını bir-bir sizə göstərəcəm. İndi burada çəkilişimizi saxlayaq, başlayaq həyətdən davam etməyə. Hörmətli izləyicilər, bu da həmən evimizin həyətidir. Ümumilikdə 4 sotun içərisindədir. Düzdür? 4 sot ərazisi var. Torpağın içərisində 5 otaqlı evdir, 2 mərtəbəli ev. Bir də izah edirəm, 1 ilə 2-nin arası monolitdir. Yeri də betondur, yəni çox belə möhkəm keyfiyyətli tikilmiş bir evdir. Həyəti də bax belədir. Bir dənə buranı göstərin. Bax, bağla həyət ümumilikdə bax belə ayrılıb. Həyətində bütün bar verən ağaclardır, meyvə ağaclarıdır. Çünki 4 sot ərazidir, böyük bir ərazidir. Bax belə. Ümumi göstərin. Zəhmət olmasa buradan da evi göstərək. Evimizin pəncərənin qıraqları bax görürsünüz avilsovka ilə düzəldilib. Hər bir şey hazırdır. Yeri qəşəng tam et döşənilib hazırdır. Bir dənə bunun qalıb emisiyası da düzdür. Yəni, emisiyadan ev yəsi deyir ki, alan adam özü istədiyi rəngi ona vura bilər. Bax belə. Deməli, 138 min manata satışa çıxarıldı. Saray qəsəbəsindədir bu ev. 2 mərtəbəli evdir. Şəxsi özləri üçün tikilmiş evdir. Yüksək keyfiyyətlə tikilmiş evdir. Mən inanıram ki, mütləq bu evə qapıdan içəri girən kimi bəyənəcəksiniz. Bu heç bu öz yerində. Və bu evi bəyənməmək mümkün deyil. Sadəcə indi qiymət məsələsi qalar. Evi satanla danışarsınız. İndi qalanlar ücret qalıb o satanla alanın öz arasında olan məsələyə. Allah alana da, satana da xeyir versin. Sağ olun.